Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə mən lə nəbiyyə və əmə bə'd. Selamu aleykum və rahmetullahi və berekatuhu. Elhamdülillah biz Şərh-ü Sünnə Risaləsini oxumaqda davam edirik. İbn Əbi Zəmənin rahimehullah hicrətin 399-cu ilində vəfat edib. Yəni hicrətin 4-cü əsrində. Və müəllif burada artıq biz 28-ci fəsildəyik babda. Deməli, söhbət burada qiblə əhlinə, böyük günah sahibləri, onlar ki, qiblə əhlidir, müsəlmanlardır, lakin böyük günah sahibləridir, onlar üçün dua eləmək və həmçinin də onlara cənazə qılmaq, ölən vaxtlarında cənazə qılmaq. Yəni, böyük günah sahibinə cənazə qılmaq. Yəni, şeyx deyir ki, rahimullah, Əhl-i Sünnənin üsulunda necədir qaydasında, əsasında. Və buyurur ki, qalə Muhammed və Əhl-i Sünnə la yəhcubunə l-istiğfar ən əhədi min əhləl qiblə və la yaravnə ən tutrakəs salah alə mən mətə minhum və in kənə min əhləl israfi alə nəfsihi. Və qalə Nəbi sallallahu aleyhi ve sellem istəğfir li zənbik və istəğfir li zənbik və lil-mü'minina və lil-mü'minat. Və qalə Teala və sallə aleyhim إن صلاتك سكن لهم. قال وحدثني إسحاق عن أسلم عن يونس عن ابن وهب قال حدثني يحيى ابن أيوب عن إسحاق ابن أسيد عن عطاء الخراساني عن الحسن أن رسول الله صلى الله عليه وسلم قال من دعا للمؤمنين والمؤمنات رد الله عليه مثل ما دعا به ممن مضى və mimmən baqiyyə. Məlik burada rahiməhullah buyurur ki, Əhl-i Sünnə vəl Cəmaə qiblə əhlinə, əhli üçün dua eləyir, bağışlanmaq istəyir və namazı da belə, yəni söhbət gedir böyük günah sahiblərindən. Namazı da cənazəni onlara qılmağı caiz görürlər, yəni tərk eləmirlər. Hətta böyük günah sahibi olsa belə. Və inkənə min əhlil israf alə nəfsi, yəni böyük günah sahibi olsa belə. Və sonra müəllif burada ayə gətirir Muhammed surəsi sallallahu aleyhi ve sellem 19-cu ayə. Allah subhanahu teala buyurur ki, "Vəstəğfir li zənbik." Allah teala buyurur ki, günahlarından bağışlanmaq istə və möminlər üçün həmçinin, möminlər üçün, yəni iman əhli üçün. Təbii ki, iman əhli məsum deyil. İman əhli günah əhlidir. Kiçik günah, böyük günah var. Lakin Allah subhanahu teala Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, həm öz günahlarını, həm də möminlərin günahlarına bağışlamaq istər. Və başqa ayədə buyurur ki, Allah Teala buyurur, Tövbə surəsi 103-cü ayə gətirir müəllif, rahimehullah, və buyurur ki, وَصَلَّ عَلَيْهِمْ اِنَّ صَلَاتِكَ سَكَنٌ لَهُمْ. Yəni Allah Teala deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onlara dua elə, yəni böyük günah sahiblərinə. Çünki sənin dua onlar üçün rahatçılıqdır, rahatçılıq. Və burada sonra hədislərə başlayır. Baxmayaraq gətirdiyi hədis mürsəldir, zəifdir. Lakin bu mənada hədisləri var. Burada Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim mömin üçün dua eləsə, Allah subhanahu teala nə istəyib başqası üçün, onun üçün də ondan edər. Onun üçün də ondan edər. Və başqa bir rivayətdə gəlir ki, mələk var başın üstə. Sən başqa müsəlmanlar üçün dua elədə, səni də göstərir, işarə eləyir. Yəni sənin üçün də. Ona görə bu onu göstərir ki, başqalarına dua eləmək, özünə dua eləmək kimidir. Və ya özün də o xeyrə nail olursan. Həmçinin hədisdə təşviqdir ki, başqalarını yada salmaq, onları dua eləmək və həmçinin başqasına dua eləmək qeybdən xəbəri olmasa, bu artıq münasibəti göstərir, ixlası göstərir, münasibətin təmiz olmağını göstərir, riyadan uzaq edir ki, eşitsinlər, uzaq edir ondan səni, sən nəfsini belə tərbiyələndirirsən. Təbii ki, bu başqa əməllərə də təsir edir. Ona görə başqasılar üçün, mömin qardaşlar üçün dua eləmək ən əfsəl əməllərdəndir. Və həmçinin dua ibadətdir. Və özün üçün də dua edirsən. Özün üçün də dua edirsən. Və sonra müəllif burada rahimehullah buyurur ki, və əxbərinə Vəhb ən İbn Vaddah ən Züheyr ibn Abbad qalə kullu mən ədrəktu minəl məşayix yaravnə ən لا تترك الصلاة على أحد من أهل القبلة
وإن عمل أي عمل. Və burada deyir ki, Zuhayr ibn Abbad rahimehullah deyir ki, böyük şeyxlərdən, böyük alimlərdən kimləri gördüm? Gördüm ki, hamı deyir ki, qiblə əhlinə, hətta böyük günah sahibi olsa belə cənazə namazını tərk eləmə. Cənazə namazını tərk eləmə. Və müəllif də görsənir ki, böyük günah sahibi, yəni Əhlüsünnə və Cəmaətin bu məsələ ümumiyyətlə qardaşlar, böyük günah sahibi, müsəlman olmağı. Böyük günah sahibini biz deyirik müsəlmanda imanı zəifdir. Zəif imandır, amma çıxartmırıq dindən. Bu məsələ bizi xavariclərdən ayırır. Bu məsələ bizi Mu'təzillərdən ayırır. Bu məsələlər bizi murciyələrdən ayırır. Biz deyirik ki, böyük günah sahibi müsəlmandır, lakin imanı zəifdir. Murciyələr deyir, müsəlmandır, imanı kamildir. Muaviyyə radiyallahu anh, Ali radiyallahu anh imanla eynidir. Ali ibn Əbi Talib, Fatıma radiyallahu anh'ın kürəkəni. Ömər ibn Xattabın imanla eynidir. Batıl deyildir. Yəni, bizim mövqeyi, elhamdülillah, bu mövqeyi bizi bütün firqələrdən ayırır demək olar. Və sonra, burada müəllif rahimehullah, özdə şeyx deyir ki, çox şeyx alim gördüm. Çox alim gördüm. Ki, hamı belə deyirdi. Sonra burada müəllif rahimehullah başqa bir rivayət gətirir. Deyir ki, وحدثنا عن أبي عن سعيد بن فحلون عن العناقي عن عبد الملك رحمه الله أنه قال السنة أن يصلى على كل من وحد الله وإن مات مسرفا على نفسه بالذنوب وإن كانت كبائر إذا كان مستمسكا بالتوحيد مقرا بما جاء من عند الله فإنه يصلى عليه وإثمه على نفسه وحسابه على ربه وهو عندنا مؤمن بذنبه إن شاء عذبه وإن شاء غفر له ولا يخرجه بالذنوب من الإسلام ولا نوجب له بها النار حتى يكون الله الذي يحكم فيه بعلمه ويسيره إلى حيث شاء من جنة أو نار إلا أن نرجو بالمحسن ونخشى على المسيء المذنب فبهذا ندين الله وبه نوصي من اقتدى بنا وأخذ بهدينا وهو الذي عليه أهل السنة وجمهور هذه الأمة. Yəni burada xülasə, burada Abdülməlik deyir ki, rahimehullah, deyir ki, sünnə, yəni əhl-i sünnə yolu budur ki, Allahı təkləyən, sadəcə böyük günah sahibi olan hamına biz cənazə qılırıq. Və lakin nə edib Allahla onun arasında. Allahla onun arasındadır. Nə edib Allah istəsə onu bağışlayacaq, istəsə bağışlamayacaq. Allahın bağışlamağı cənnətdir, bağışlamağı da cəhənnəm. Və axırda nə deyir şeyx? Deyir, "Bihədə dinullah", yəni bizim əqidəmiz, dinimiz budur. Və kim qulaq asır, bunu tövsiyə edirik bizə ki, belə olsunlar onlar da. Onlar da belə olsunlar və çünki bu əhl-i sünnə yoludur və ümmətin cumhurunun çoxsunun yoludur. Sonra deyir, qal Abdülməlik, rahimehullah. Və mənə hadis Abdullah ibn Umar, "İzə ləqitum şərbətə əl-xamri فلا تسلموا عليهم وإن مرضوا فلا تعودوهم وإن ماتوا فلا تشهدوهم إنما يعني نأخذ بذلك الرجل في خاصة نفسه ولا يعني أن الصلاة تترك عليهم أصلا." Yəni burada İbn Ömərin rivayətini gətirir. Çünki İbn Ömər deyib ki, araq içəniyə salam verməyin. Xəstələnsə ziyarət eləməyin. Ölsə cənazəsində iştirak eləməyin. Abdülməlik deyir ki, sadəcə İbn Ömər belə deyib, müəyyən bir xüsusi şəxsdə. Lakin ümumən deyir, namaz qılınır. Çünki əslində böyük günah sahibidir. Sadəcə bəzi sələflərdən şiddətli sözlər gəlib çəkindirmək üçün, qorxuzmaq üçün. Amma namaz tərk olunmur. Aydındır? Hətta özünü qəsdiləyən. Cənazə qılınır ona. Sadəcə kütləvi şəkildə yox. Bir neçə nəfər qılsın, bəsdir. Çünki o birisilərində baxsınlar, dərs olsun o birisilərinə. Ki, mən də belə eləsəm, cənazəmdə 2-3 nəfər iştirak edəcək. Amma qılınır ona da. Sonra deyir ki, qala Abdülməlik, rahimehullah,
وأخبرني سورة بوريش الشيخ وأخبرني إسحاق عن محمد ابن عمر عن لبابة عن محمد بن أحمد العتيب عتبي قال سئل سحنون عن قول مالك في أهل البدعة بدعة الإباضية والقدرية وجميع أهل الأهواء أنه لا يصلى عليهم، فقال إنما قال ذلك تأديبا لهم ونحن نقول به على هذا الوجه. فأما إذا وقفوا وليس يوجد من يصلي عليهم فأرى أن لا يترك بغير صلاة، أن يتركوا بغير صلاة. قيل له هؤلاء الذين قتلهم الإمام من أهل الأهواء لما بانوا عن الجماعة ودعوا إلى ما هم عليه ونصبوا الحرب هل يصلى عليهم؟ فقال نعم وهم من المسلمين وليس بذنوبهم الذين استوجبوا بهذا القتل يتركون بغير الصلاة. فقيل له ما القول في إعادة الصلاة خلف أهل البدع؟ فقال لا تعاد في الوقت ولا بعده. Yani Şeyh Rahimullah burada hemçinin yani Əhl-i Sünnə və Cəmaənin bunlar mühüm məsələlərdir. Böyük günah sahiblərinin cənazə qılınır, yoxsa yox? Daxildir bura namazı tərk eləyən də həmçinin. Çünki namazı tərk eləmək böyük günahdır. Böyük günah. Böyük günah sahibidir. Burada sadəcə şeyh deyir ki, bəziləri İmam Malikdən eşidiblər ki, ibadilərə, qədərilərə və hava əhlinə onlara cənazə qılınmır. Şeyh də cavab verir ki, deyir, o onları tərbiyələndirmək üçündür. Tərbiyələndirmək üçündür. Yoxsa, əks halda biz görsək ki, onlara namaz qılan yoxdur, onların namazı qılacaq. Onların namazı qılacaq. Necə ki, sahabələr xavaricilərə qılıb cənazə. Xavaricilərə cənazə qılıblar. Sonra şeyh deyir ki, sonra sual verirlər ki, yaxşı, birdən bidət əhlinin arxasında namaz qılsan, namazı təzdən qılın. Şeyh deyir ki, yox, qaytarma namazı. Bidət əhlinin arxasında namazı caiz gördük. Hətta İbn Teymiyyə deyir, bidət əhlinin arxasında namazı tərk edən özü bidətçi olur. Sonra şeyh deyir ki, o kədəlikə yəqulu əşhəbu və li-Muğayratu və qeyruhuma min ashab-ı Malik və qad ənzələhu من يقول أن الصلاة تعاد خلفه في الوقت وبعضه بمنزلة النصراني وركب قياس قول الإباضية والحرورية الذين يكفرون جميع المسلمين بالذنوب من القول. Düzdür deyir ki, şeyh deyir ki, başqa rəy də var. Başqa rəy də var ki, qaytarsan namazı. Amma səhih budur ki, xavaricin arxasında və s. qılsan bidət əhlinin qaytarmaq lazım deyil. Amma səhih deyil. Və bura daxildir, ne üçün deyirəm, namaz qılmayanda? Çünki məsələn, Şeyxülislam İbn Teymiyyə Rahimullah sual verirlər. Fətavul Kubrada kitabında orada sual verirlər ki, biri içib ölüb. Cənazə qılınır, şeyx deyir ki, bəli, qılınır. Biri deyir, qılıb tərk eləyib, deyir, qılınır. Orada 3 sual verirlər. Deyir, əmr eləmək lazım ki, cənazə qılınsın onlara. Qılınsın, yəni. Onu göstərir ki, çünki İbn Teymiyyədən bəziləri deyir ki, namaz qılmayan kafir görür və bəziləri deyir ki, namaz qılmayan kafir görməyib. Və səbəb odur ki, kafir görmürdü. Çünki kafir görsəydi, cənazəni caiz görməzdi arxasında. Qılmaq olaraq. Və elhamdülillah bu məsələ bizi xavaricilərdən ayırır. Və sonra şeyh buyurur ki, bəb fil əhadisi ləti fiyhə nəfyül iman bizunu. Şeyh sonra gətirir bəzi hədislər, hansı ki, böyük günah eləyənlər barədə imanın olmamağına dəlalət ilə hədislər gətirib. Yəni, şeyh gətirib ki, birdən sənə gətirə bilərlər ki, yaxşıdan deyirsən ki, böyük günah sahibi müsəlmandır. Bəs hədislər var ki, böyük günah sahibindən danışır, deyir, iman yoxdur onda. Şeyh bu məsələyə aydınlıq gətirmək üçün o hədisləri gətirir. Və burada deyir ki, qalə Muhammed və lə hadis fi hədəl bəb kəthira və Rabbuma zəkartu ləkə şeyən mimmə yüstədəllu bihi alə mə'ani mən ضحاها مما لم أذكره وبتحريف تأويلها كفر الخوارج الناس بإسخار الذنوب وكبارها ومنها ما حدثني به. Sonra müəllif burada gətirir ki, yəni bu mövqeyi bəyanləmək üçün necə xavariclərə rədd edilir ki, böyük günah sahiblərini təkfir ediblər, hətta kiçik. O hədisi gətirir Əbu Hüreyrənin, hədis səhihdir. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, لا يزني الزاني حين يزني وهو مؤمن ولا يسرق حين يسرق وهو مؤمن ولا يشرب الخمر حين يشربها وهو مؤمن ولا ينتهك نهبة
yərfa'un nəsə bi absarahum iləyhə və hum mu'min. Yəni bu hədisdə gətirir ki, yəni zina eləyən mömin deyil, oğurluq eləyən mömin olmaz, araq içən mömin olmaz. Yəni əslində belə hədis nəyə dəlalət edir? Yəni imanı kamil olmaz. İmanı kamil olmaz. O hədislər ki, deyir mömin deyil bunu edən, yəni imanı kamil deyil. Xavariclər belə hədisləri gətirir böyük günah sahiblərinin kafir olmağına. Lakin əhl-i sünnə deyir ki, yox, dindən çıxmır, sadəcə hədisdə məqsəd, məna, yəni böyük günah sahibidir. Böyük günah imanı zəifdir. Necə ki, başqa bir hədis gətirib, baxmayaraq hədis zəifdir, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əbu Bakır qalə həddəsənə Mus'ab ibn al-Miqdam قال حدثنا أبو هلال عن قتادة عن أنس قال ما خطب رسول الله صلى الله عليه وسلم الناس إلا قال لا إيمان لمن لا أمانة له. Yani Peygamber sallallahu aleyhi ve sellem ki emaneti olmayan imanı olmaz. Yani imanı zayıftır. O mənada. Və həmçinin buna oxşar yenə hədis gətirir. Müəllif rahimehullah İbn Zəmənin, Əbi Zəmənin rahimehullah deyir ki Əbu Bakır qalə və hədəsənə İbn Harun عن محمد بن إسحاق عن يزيد بن أبي حبيب عن سنان بن سعد عن أنس قال سمعت رسول الله صلى الله عليه وسلم يقول ما هو بمؤمن من لا يأمن جاره بوائقه. Yani Peygamber sallallahu aleyhi ve sellem diyor ki kim ki komşusundan arxayın olmaz, mümin olmaz. Yani o komşu ki ondan arxayın değilsen mümin değil. Yani imanı kamil değil. Yəni necə? Yəni qonşu da məsələn zərər verir. Eybləri axtarır, zərər verir. İstəyir həmişə müşkül məsələlər olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm hələ qonşusun deyib ki, mömin deyil o. Yəni imanı kamil deyil. İmanı kamil deyil. Amma söhbət imanı naqisdir yəni. Naqis imandır, dindən çıxmayıb. Və sonra başqa hədisdə orada ki, Əbu Bakır qalə həddəsənə Əhməd ibn Abdullah, ən Əbi Bakır, ən Həsən ibn Amr, ən Abdurrahman ibn يزيد عن عبد الرحمن عن عبد الله قال رسول الله صلى الله عليه وسلم ليس المؤمن باللعان ولا التعان ولا بالفاحش ولا بالبذيء. Və bu hədis də səhihdir. Müəllif burada Abdullah ibn Masuddan gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mömin olmaz, lənət eləyən daima, çox lənət eləyən mömin olmaz. Çox tənə eləyən mömin olmaz. Çox fahiş danışan, fahiş işlər görən mömin olmaz. Və pis əxlaqlı ümumiyyətlə mömin olmaz. Yəni imanı kamil. Amma dindən çıxmır. Dindən çıxmır. Sonra müəllif burada başqa bir hədis gətirir, 153-cü hədis. Deyir, Əbu Bakır qalə həddəsənə Əbu Mahiyyət anil Əhməş, anil Adi ibn Sa'id ibn Cübeyr, an ibn Abbas qalə Rasulullah sallallahu aleyhi ve sellem La yubghidul ansara raculun yu'minu billahi vel yevmil ahir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, bu hədis səhihdir. Allah və Rəsuluna inanan möminlər, ənsarları sevər. Yəni Allah və Rəsuluna inanan ənsarları sevər. Onlara qəzəbli olmaz, yəni onlara düşmən olmaz. Yəni bu onu göstərir ki, yəni birdən ənsarı sevməsən, yəni o demək imandan çıxdın dindən. Lakin imanı zəifsən, imanı kamil deyilsən. Və həmçə hədis göstərir ki, sahabələri sevmək imandandır. Ayrıca hədis var, ənsarları sevmək imandandır. Və təsəvvürlə mühacirləri. Mühacirlər ənsarlardan, ənsar yəni Mədinəlilər, mühacirlər Məkkəlilər. Əgər ənsarları sevmək imandandırsa, mühacirləri sevmək necə? Və sonra rahimehullah buyurur ki, orada 154-cü hədisdə həddəsəni İbn Fəhlun anil Akki an İbn Bukeyr an Malik an Safvan İbn Süleym qila li Rasulillah sallallahu aleyhi ve sellem yakunul mu'min kəzzab fəqalə la qalə Muhammed Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdular ki, mömin yalancı olar? Peyğəmbər sallallahu aleyhi ve sellem ki, yox. Yəni, mömin yalancı olmaz. Yəni, yalancı olan onda mömin deyil. Bu mənanı verir. Yəni, mənası mömin deyil, yox. İmanı zəifdir. İmanı kamil deyil. Yoxsa mömindir. Mömindir sadəcə böyük günah sahibidir. Çünki yalan danışmaq böyük günahlardandır. Sonra deyir ki, qalə Muhammed həzəl əqval və həzil əqval məzmumə fi həzil əhədis لا تزيل إيمانا ولا توجب كفرا
وقد قال بعض العلماء معناها التغليظ ليهاب الناس أفعال التي ذكر الحديث عنها تنفي الإيمان وتجانبه. Yani Şeyh Rahimullah burada getirir ki İbn Zemenin, yani bu hadislerde məqsəd nədəydi? Ki qorxuzmaq üçün. Qorxuzmaq üçün ki bu əməllərdən çəkinsinlər, qorxsunlar. Ki birdən mən bunu eləsəm mömin olmayacağam. İman əhli sayılmayacağam. Ona görə. Sonra burada Rahimullah وقال الشيخ بوريش وقال بعضهم المراد بها أنها تنفي من الإيمان حقيقة وإخلاصه فلا يكون إيمان ومن يرتكب هذه المعاصي خالصا حقيقيا كحقيقة إيمان من لا يرتكبها لأهل الإيمان علامة يعرفون بها وشروطا ألزموها ينطق بها القرآن والآثار فإذا نظر إلى من خالط إيمانه هذه المعاصي قيل ليس مما وصف به أهل الإيمان فنفيت عنه حينئذ حقيقة الإيمان وتمامه هذا التأويل أشبه والله أعلم. وقال ويصدقه عني قول عمر لا يبلغ عبد حقيقة الإيمان حتى يدع المراء وهو محق والكذب في المزاح. حدثني بذلك وهب عن ابن وضاح عن السمادهي عن ابن المهدي عن سفيان عن حبيب بن أبي ثابت عن ميمون ابن أبي شبيب قال عمر لا يبلغ وذكر الحديث. Yani Şeyh burada rahimehullah yenə sələflərin başqa bir rəydə, lakin oxşar rəy gətirir ki, belə hədislər yəni dəlalət etmir ki, iman yoxdur tamamən, sadəcə imanın zəifliyinə dəlalət edir və təbii ki, çəkinmək üçün və s. qorxmaq üçün. Və burada Ömər radiyallahu anh'ın da sözün gətirir, deyir ki, özün göstərən mömin olmaz, zarafat eləyəndə də yalan danışan mömin olmaz. Yəni bu da həmçinin yəni imanı zəif olar. Və sonra burada axırıncı rivayətdə bu həmən fəsildə gətirir ki, وَنُسْلِ ذَلِكَ اِذَنْ قَوْلِ عَبْدِ اللّٰهِ بِنْ عَمْرٍ لَا يُؤْمِنُ الْعَبْدُ كُلَّ الْإِيمَانِ حَتَّى لَا يَأْكُلَ إِلَّا طَيِّبًا وَيُتِمَّ الْوُضُوءَ عَلَى مَكَارِهِ وَيَدَعَ الْكَذِبَ وَلَوْ فِي مِزَاحٍ. وحدثني ذلك إسحاق عن أسلم عن يونس عن ابن وهب عن إبراهيم ابن نشيط عن قيس بن رافع عن عبد الرحمن بن جبير عن عبد الله ابن عمر ابن العاص. Yəni sələf qardaşlar qabaq elmi belə götürürdülər sənədlə. Biz sənəd oxuyuruq. Biz oxuyuruq sadəcə, amma onlar bu şəxslər hamısını tanıyırdılar, onların hökmlərini və s. Qabaq elm belə idi. Ona görə İmam Şafii deyir ki, el-ilmu mə kənə fihi qalə həddəsənə. Elm odur ki, deyilir o elmdə həddəsənə, yəni o nəql etdi ondan, yəni sənədlə. Və mə sivə zəkə vəsvəsi şeyatin. Ondan əlavə hamısı şeytanın vəsvəsəsidir. Yəni sələf qabaq elmi belə götürürdülər. Yəni sənədlə. Və belə bitirir Şeyh Rahimullah. Burada da hədisdə də həmçinin axırıncı rivayətdə də, həmçinin Abdullah ibn Amr'ın rivayəti də əsərdir. Deyir ki, mömin olmaz hətta yəndə yaxşısını yemincə, çətinlikdə dastamaz almayınca, zarafat eləyəndə də yalan danışsa mömin olmaz. Mömin olmaz, yəni imanı kamil olmaz. Sonra Şeyh Rahimullah 30-cu fəsildə gətirir ki, o hədislər ki, hansı ki, şirk, küfür qeyd olunur. Lakin dindən çıxmayın. Yəni mənası. Lakin bu qalsın gələn məclisimizə. O hədisləri gətirəcək Şeyh Rahimullah. Orada küfür qeyd olunub, ancaq çıxmır dindən. Dindən çıxmır. Bu xavariclərə rəddir. Xavariclərə rəddir ki, onlar gətirirlər ki, bəs burada dedik, hayır, küfür. Dedik, küfür neçə mənası var? Baxmaq lazımdır. Elə hədislər var ki, dəlillər var ki, küfür deyilib, amma dindən çıxmayıb. Aydın, xavariclər bax, bunda çaşırlar. Çaşmırlar, daha doğrusu olan əqidəsidir, batıl əqidəsi. Lakin bu qalsın gələn məclisimizə. O rivayətlər ki, orada şirk deyilib, küfür deyilib, lakin hələm dindən çıxmır adam, mömin sayılır. Aydındır. Allah şeyxə rəhmət eləsin. Allah bizə faydalardan etsin.